Bu mənzildən biri var idi satışda, tez bir zamanda satıldı. Bu isə ikinci mənzildir. Böyük ehtimal bu da çox qalmayacaq satışlar. Niyə? Səbəbini deyim. Həm təzə təmirli hazır bir mənzildir, tam əşyalı, yəni köç yaşa, əlavə nəsə almağa ehtiyac yoxdur. Həm yerləşməsi yaxşıdır, həm də yerləşdiyi bina da şəhərin ən gözəl komplekslərindən biridir. Yerləşir, belə deyim, Nərimanov rayon Tərəvəz küçəsində, həm 28 may metrosuna yaxın, Yaşıl bazarın yanında. Yeni tikili bina, yeni təmirli və yaşayış olmamış 3 otaqlı mənzildir. Gözəl də proyekti var. Hamısını göstərəcəm. Mənzildə nə var, nə yox, tam xırdalığına qədər. Vaxt itirməyi başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə bu hissədə belə bir dresuar sistemimiz var. Aşağı hissəsi şkafdır, böyük güzgü cizli işıqla. Və sol tərəfdə bu hissədə əyləşmək üçün, paltar asmaq üçün yer nəzərə alınıb. Aşağı hissəsi də yenə bu hissədə eyni ilə şkafdır. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. Girişdə deməli işıqlandırmada spotlar, gizli işıq, bura işıqlar, dizayn olunub tablolarımız və bu hissəmizdə isə dolabımız yığılıb. Buna görsədək. Demək olar tam axıra kimidir, dərinlik də yaxşıdır. Yəni şkaf çoxdur. Bütün əşyaları rahatlıqla yerləşdirə bilərsiniz. Otaqların yerləşməsinin, bura mənzil sanitar qovşağıdır, 2 yataq otağı burada yerləşir. Burada gəldikdə deməli, mətbəx, buranı isə gördünüz, mənzilin gözəl, geniş qonaq otağıdır. Dediyim kimi tam əşyalı satılır, nəyə görürsünüzsə hamısı qiymətə daxildir. Burada nə var mən sizə göstərim, 6 nəfərlik böyük masamız yerləşdirilib. Nəzərdə satdım ki, qonaq otağından mənzilin mətbəxinə də çıxış var. Divan, kreslo, jurnalini, arxa hissəsi belə gözəl dekorlarla bəzədilib. Mebel işləmələr, başqa nə var? Mərkəzdə gözəl lüstrumuz, spotlar, trek işıqlar, hər bir şey ideal səviyyədədir. TV stand bu hissədə yığılıb, aşağı hissəsi, bu görünən hissələr. Şkafdır, böyük ekran, televizorumuz da yerləşdirilib, kondisioner kimi hər bir şey var, işlək vəziyyətdə də hazırdır. Dediyim kimi, alan gündən köçüb yaşaya bilərsiniz. Burada demə dekor saatımız, yenə bura işıqlar və nəzər çatdım ki, mənzildə, divarlarda Venesiyanka, yəni sədəf boyadan istifadə olunub, dekorativ boyadan. Buradan daxil oluruq mətbəxə, düz qonaq otağın yanında yerləşir. İlk öncə onu deyim ki, girişdə olan üstü döşəmə burada da davam etdirilib, döşəməsi qranitdir və buradan da mənzilin həmin eyvana çıxış var. Bir böyük eyvana, həm qonaq otağından, həm də mətbəxdən. Yeni mətbəx mebelimiz tam axıra kimidir, 3 hissədən ibarətdir, yuxarı hissələr də şkafdır. İçərisində görsədim, dərinlik də çox yaxşıdır. Burada deməli 2 qapı soyuducumuz, soba, qaz peçi, aspirator bunların hamısı var. Yəni şkaflar da çoxdur. Üstü deməli mərmərdir, sinəlidir. Eyni ilə mənzildə istifadə olunan elektrik qutalar hamısı orijinal Panasonicdir. Bu hissədə masamız yerləşdirilib, dekor güzgülərlə bəzədilib. Burada da kondisionerimiz var. Tavan hissəsində ümumi olaraq görsədək, tam təsəvvür yaransın mənzil haqqında. Keçək digər otaqlara. Otaqlara keçməzdən öncə gəlin mən sizə burada görsədim. Mənzilin ümumi sanitar qovşağını. Mənzildə 2 sanitar qovşaq var. Bu ümumi olandır. İçərisi də çox genişdir, rahatdır. Duş kabinin genişliyinə fikir verin. Bütün aksesuarlar da yığılıb bu hissədə. Gözəl böyük moydadırımız, güzgü ilə paltar yanında burada yerləşdirilib hazırdır. Divar çıxınızımız yuxarısına nişalar yığılıb. Burada əşyalarınızı yerləşdirə bilərsiniz. Və burada təbii ki, üstü döşəmə ilə təchiz olunub. Keçirik deməli mənzilin əsas yataq otağına. Burada yerləşir. Ölçü olaraq da yaxşıdır, yəni ideal ölçüsü var belə deyim. Yəni bütün əşyalar yerləşdirilib. Kifayət qədər boş ərazilər də var. Taxtımız yerləşdirilib, arxa hissəsi belə gözəl dekorlarla bəzədilib. Make-up burada aypara şəklində güzgümüz. Burada da kondisionerimiz var. Belə bir gözəl kreslomuz. İstili sistem kombidir. Radiatorda qoyulub hazırdır. TV stand burada nəzərə alınıb. Yataq otağının bu hissəsində dolabımız yığılıb. Buranı da görsədim sizə. Yəni mənzildə şkaf çoxdur. Narahat olmayın, əşyalarınız tam rahatlıqla yerləşəcək. Və mənzilin ikinci sanitar qovşağı bu yataq otağın daxilindədir. Burada da yəni bütün aksesuarlar hazırdır. Gözəl, maraqlı teksturalda qranitlər seçilib. Təbii ki, dediyim kimi sanitar qovşaqlar da isti döşəmə ilə təchiz olunub. Keçirik. İkinci yataq otağını göstərir, sonra qiyməti və digər məlumatları nəzərinizə çatdıracağam. Buradan da daxil oluruq mənzilin ikinci yataq otağına. Yəni buranı istəsəz uşaq yataq otağı kimi və yaxud böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. 2 ədəd taxtımız yerləşdirilib yan-yana. Arxa hissəsi də yenə eyni ilə gözəl şəkildə bəzədilib.
kondisioneri kimi var. Buradan da mənzilin bir balaca eyvanına çıxış var. Mənzildə 2 eyvan. Biri böyük, digəri isə bu balaca. Bu hissəsində deməli yataq otağının yenə dolabımız yığılıb. Burada əşyaları yerləşdirə bilərsiniz. Belə, mən mənzildə olan nə var, nə yox, hamısını sizə tam xırdalığına qədər göstərdim. Keçirik ümumi məlumatlara. Yerləşir Nərimanov rayon Təbriz küçəsində, Yaşıl Bazarın yanı, 28 may metrosuna da yaxındır. Yeni tikili binada yeni təmirli və yaşayış olmamış 3 otaqlı mənzildir. Ölçüsü 120 kvadratdır. Yerləşir 17 mərtəbəli binanın 11-ci mərtəbəsində gördüyünüz şəkildə bütün əşyalarla birlikdə satılır və mənzilin start olaraq qiyməti 475 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.